Əgər ağacın üzərində bax bu tırtılı görsəniz, ona heç bir zaman toxunmayın. Artıq kəpənək formasında olduqca zərərsizdir, amma tırtıl forması sağlamlıq üçün çox böyük təhlükə yaradır. Bu palıd kəpənəyi tırtıldır. Onun inkişaf dövrü isə bir neçə mərhələdən ibarətdir. Ən təhlükəli mərhələ məhz 3-cü mərhələdir. Çünki məhz bu vaxt tırtılın bədəni minlərlə xırda tikana bənzər tüklərlə örtülür. Bu tüklər çox asanlıqla qopur və küləklə ətrafa yayılır. Nəticədə onlar dərinizə və yaxud da tənəffüs yollarınıza belə daxil ola bilir. Bu tüklərin tərkibində orqanizmdə güclü allergik və iltihabi reaksiyalar yaradan xüsusi bir zulal var. İmmun sistemi onları ya cisim kimi qəbul etdiyi üçün dəridə qaşınma, qızartı və səpkilər əmələ gətirir. Bəzi hallarda isə nəfəs almaqda belə çətinlik yarana bilər. Böyüdükcə bu tırtıllar ağacların üzərində ipəkdən hazırlanmış iri yuvalar qururlar. Ağaclarda gördüyünüz həmin ağ rəngli topalar məhz onların yuvalarıdır. Ən təhlükəlisi isə odur ki, bu yuvaların içərisində həmin zəhərli tüklərin çox yüksək konsentrasiyası mövcuddur. Və tırtıllar bu yuvaları həm birlikdə yaşamaq, həmçindəki yırtıcılardan qorunmaq üçün hazırlayırlar. Amma təhlükə bununla bitmir. Tırtılın tökülən bu mikroskopik tükləri ətraf mühitdə illərlə qala bilir və uzun müddət insanın sağlamlığına risk yaratmağa davam edə bilər. Məhz buna görə də ağacın üzərində belə tırtılları və yaxud da ki onların ipək yuvalarını görsəniz, qətiyyən onlara yaxın durmayın, barmağınızla toxunmayın, çalışın ki oradan gedəsiniz.